Sentyabrın 24-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə multilateralizm yolunda çağırışlar və sülhə gedən yol adlı yan tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan mərkəzin həmsədri Vayra Viki Freiberga qeyd etdi ki, BMT Baş Assambleyasının sessiyası dünyada çoxsaylı münaqişələrin baş verdiyi bir dövrdə keçirilir və çoxtərəflilik həqiqətən bugün yol ayrıcındadır. O, təşkilatın xüsusilə son dövrlərdə Ukrayna və Qəzza məsələsi ilə bağlı sərt tənqidlərlə üzləşdiyini qeyd etdi. Daha sonra çıxış edən Albaniya prezidenti Bayram Begay, çoxtərəfliliyin böyük və kiçik, varlı və kasıb dövlətlərə bir masa arxasında əyləşməyə imkan verdiyini vurğuladı. Albaniya prezidenti Amerika Birləşmiş Ştatlarında Ermənistanla əldə olunmuş razılaşmaya görə təşəkkürünü ifadə etdi. COP29-un prezidenti Muxtar Babayev isə çıxışında ötən il Azərbaycanda keçirilən COP29-un çoxtərəfliliyin real və tarixi nəticələr verməyə qadir olduğunu nümayiş etdiyini bir daha diqqətə çatdırdı. Tədbirdə çıxış edən Bosniya və Hersegovina prezidentliyinin sədri Jelko Komçiş, Montenegro prezidenti Jakub Milatović, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Ghebreyesus, Birləşmiş Krallığın keçmiş baş naziri Gordon Brown, Bolqarıstanın baş naziri Rozen Jelyaskov, Türk Dövlətləri Təşkilatı Avtokollar Şurasının sədri Binəli Yıldırım və digər qonaqlar çoxtərəfliliyin qarşılaşdığı çətinliklər, BMT-də islahatların zəruriliyi, dünyada sülhün və sabitliyin təmin olunması istiqamətində atılmalı addımlar, birgə fəaliyyət, iqlim böhranı ilə mübarizədən danışdılar. O cümlədən tədbirdə Avropa ilə Asiya arasında bağlantı, region ölkələrinin bu istiqamətdə rolu və layihələrin insanların rifahına təsirinə də toxunuldu. Tədbir çərçivəsində qlobal liderlərin, politoloqların, beyin mərkəzlərinin və ekspertlərin iştirakı ilə çoxtərəfliliyin bugünü, çağırışlar və imkanlar, fərqin aradan qaldırılması, çoxtərəfli səylərdə qlobal bərabərsizliklə mübarizə, iqlim dəyişiklikləri və qlobal mübarizədə əməkdaşlıq, geosiyasi gərginliklər və onların çoxtərəfliliyə təsirləri mövzusunda panel müzakirələr keçirildi. Kamran Qasımov, Tofiq Ağayev, Mira TV.